Burada surəti də, məxrəci də əvvəlcə sadələşdirmək lazımdır. Yəni vuruqlarını ayırmaq lazımdır ki, sonra ixtisar eləyə bilək. Surət x kvadrat minus 2x minus 12. X-in kvadratı minus 2x minus 12 olduğuna görə köklərinin cəmi müsbət 1, köklərinin hasili isə mənfi 12 olan ədədlər. Hansı ədədlərdir bunlar? Mənfi 4, daha doğrusu müsbət 3 ilə, müsbət 4 ilə mənfi 3. Ona bunları, yəni müsbət 4 daxı yazılış formasında x minus 4 kimi yazırıq. Mənfi 3 olduğuna görə də 2x plus 3 kimi yazırıq. Məxrəc x kvadrat minus 16-dır. X kvadrat minus 16-nı 16-nın əvəzinə 4-ün kvadratı yaza bilərik. Bu da bizə x minus 4, x plus 4 verə bilər. Müxtəsər vurma düsturu. X minus 4-lər ixtisar gedir. Surətdə x plus 3, məxrəcdə x plus 4.